Burada diqqəti çəkən hadisələrdən biri Ukraynanın hərbi sənaye kompleksində olan yeniliklərdir. Bu yeniliklərdən ən mühümü balistik raketlərin, mən dedim o bir ayağı olmayan 95 yaşlı adam və onun tələbəsi, bir tələbəsi o çoxsandan bu raket texnikası sahəsində işləyirdi. Konstruktor bürosunun rəhbəri idi. O birlikdə SSR-nin ilk balistik raketinin hazırlandığı Yurjmaş zavoduna, onda həmin zavodun direktoru Kuçma idi. Kuçma sonradan prezident oldu. SSR-nin ilk balistik raketi orada buraxılıbdı. İlk qanatlı raketlər də orada buraxılıbdı. Yəni, zavod olduğu kimi qalır və sadəcə olaraq texnoloqları, konstruktorları cəlb etmək lazım idi ki, o dediyim 93 yaşlı kişi, bir ayağı da yox, hamını cəlb elədi, xüsusilə təxminən 45 yaşı olan Yahudidir, o milliyyətcə Yahudi olan Stelman adlı bir nəfər konstruktoru cəlb elədi, o da tələbələriniz adını yığdılar. Bunlar çox sürətlə orta mənzilli raketlərin istehsalını təmin etdilər. İndi Qabil müəllim, nə qədər də belə deyək də orduda yeniliklər olsa da bu Rusiya kimi bir gücə belə deyək, qalib gəlmək imkanı yaradırmı ki Ukrayna üçün? Onlar belə deyirlər. Deyirlər ki, bu saat məsələn tutalım ki 30 orta mənzilli raket istehsal edir. 10 uzaq mənzilli balistik raket, 30 orta mənzilli raket, hər gün bir raket istehsal edirik. Ondan sonrasına 30 da qanatlı raket istehsal eləmişik. 30 raket birdən 850 kilometr məsafəyə uçur. Bu 850 kilometr məsafəyə uçan 30 raket eyni zamanda Moskva üzərinə hücuma keçir. Moskva üçün hazırlanıb. Digər 30 raket, qanatlı raket o nisbətən yaxın məsafəyə uçur. O da Sankt-Peterburg üçün hazırlanır. Bunların, tutalım ki, Moskva üzərinə uçan 30 raketin 30'unu da vurub sıradan çıxarmağa Moskvada elə bir hava hücumundan müdafiə sistemi yoxdur. Uzaqbaşı bir ikisini vurub sala bilərlər ya yox. Qalan raketlərin hamısı Moskva üzərində siyasi mərkəzlərə, Kremlə, birinci Kremlə, ikinci o Moskva Karliki deyirlər. Moskva Karlikinin oturduğu kabinetə öldürücü zərbələr endirəcək. Və bu zərbələr nazirlərin qərargahına da indiriləcək. Leningrad deyirlər onlar. Leningradda da zərbələr indiriləcək. Nəhayət, Ruslar başa düşəcəklər ki, müharibə nə deməkdir. İndiyə qədər onlara... Hələ də çatmır deyilsin onlara. Bəs bu qədər 100 minlərlə, milyonlarla içki müharibənin nə deyildiyini anlatmadı onlara. Hər ailədən nə qədər adamlar ölür. Deyir, məlumatı düzgün vermirlər. Deyir, ölənlərin çoxunu gizlədirlər. Bir, ikincisi məlumatı düzgün vermirlər. Üçüncü deyir, Rus xalqının beyni militaristləşib. Onlar yalnız qələbədən, yeni torpaqlar işğalından başqa heç nə haqqında düşünmür. İlk dəfə olaraq fəlakəti özlərlərində hiss etdikdən sonra başa düşəcəklər ki, bu müharibə nə pis şeymiş və sən başqasına hücum eləyəndə başqası da güc toplayıb sənə hücum eləyir. Və ondan sonra deyir, biz güman edirik ki, böyük ehtimalla Putini hakimiyyətdən uzaqlaşdıracaqlar. Onsuz da bu saat didişmə gedir onlar. Yəni deyirsiniz, Putin hakimiyyətdən gedərsə də hər halda bir danışıqlar baş tuta bilər da, eləmi? Yəni belə bir düşüncə var mı deyirsiniz? Yəni İranla müqayisə aparaq da, adicə Xamneyini öldürdülər, amma İran islah olmadı. Orada necə? Eyni şey, yəni rəhbərin dəyişməyi ilə sizcə dövlətin siyasəti dəyişirmi? Putinin öldürülməsi ilə dərhal müharibə dayanacaq.
Siz belə düşünürsünüz? Mən belə düşünürəm, onlar da belə düşünür. Dərhal orduda fərarilik baş götürüb gedəcək. Məsələn, son bir ayda onlar 1500 kvadrat kilometrdən çox sahəni azad ediliblər, Ukrayna ordusu. Dünənə qədər Rus ordusunun oturduğu bu zadlarda, blindajlarda, ondan sonrasına qazma sərhəd hərbiçilər oturur, ateş açır, beynim dolaşdı yenə. Səngərlərin hamısını ələ keçiriblər. 1400 kilometrlik döyüş xətti boyunca Rusların qazdığı dərin səngərlərin hamısında indi Ukrayna əsgəri oturur. Dünənə qədər Rus ordusu meşə şəraitində döyüşürdü və meşələrin olduğu yerlərdə döyüşürdü. İndi Ukrayna ordusu onları vurub Ukraynanın düzən hissəsinə, meşənin olmadığı hissəyə çıxarıbdır və orada da onları ovlamaq, necə deyirlər, vurub uzaqlaşdırmaq elə bir çətinlik təşkil etmir Ukrayna ordusu üçün. Bu saat Ukraynada qalibiyyət ab-havası var və çox tezliklə Ukraynanın Rusiyanın üzərində qələbə çalacaqlarını bəyan edirlər. Təkil olsun və mən bir xəbər də oxuyum sonda, əziz tamaşaçılar. Deməli, rəsmi Kiyevdən bir açıqlama var. Ukrayna Türkiyədən Ukrayna prezidenti Zelenski və Rusiya prezidenti Putin arasında görüşə ev sahibliyi etməyi xahiş edib. Bunu Ukraynanın Xarici İşlər Naziri Andrey Sibiqa bildirib. Onun sözlərinə görə Ukrayna Türkiyəyə və digər bəzi paytaxtlara müraciət edərək Zelenski ilə Putin arasında mümkün görüşün təşkilinə ev sahibliyi edilməsini xahiş edib. Sibiqa belə bir görüş üçün Minsk və Moskvanı istisna edib, deyib biz bu barədə türklərdən və bəzi digər paytaxtlardan soruşduq. Xüsusilə Türkiyəyə müraciət etdik, amma Moskva və Minskdən başqa bir paytaxt belə bir görüş təşkil edərsə, biz gedəcəyik. Bu bizim üçün vacibdir. Əslində mümkün olmayanı istəyirlər. Mən buna belə deyərəm. Bu məncə mümkün olmayanı istəmək doğru deyilmi? Yox, artıq İndiyə qədər neçə dəfə bu görüş təkliflərini Türkiyə üzərinə götürdü? Yox, artıq bayağı qədər, indiyədən qədər bu görüşləri pozan Rusiya idi. Rusiyanın havası alınıbdır. Rusiya hər gün zərbə yeyir. Bu gecə də yenə də müxtəlif yerlərə, ən uzaq məsafələrə hücuma keçirilibdir. Samaran, Sızran şəhərinə falan. İndi Rusiya müharibənin perspektivsizliyini başa düşübdür siyasi səviyyədə də. Ona görə də danışıqlara gedəcək.